Müharibə cinayətlərini törətməkdə 1-ci Qarabağ müharibəsində əsir götürülən Azərbaycanlılara çoxsaylı işgəncələr verməkdə təqsirli bilinən Lyudvik Mıkırtıçyan və Alyoşa Xosrovyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə prosesinin bugünkü gedişatı haqqında məlumatları əməkdaşımız Südabə Cahangirli çatdıracaq bizə. Hər vaxtınız xeyir Südabə. Buyurun, bugünkü proses haqqında məlumatlarınızı eşidək. Hər vaxtınız xeyirli olsun Lalə, sizi də tamaşaçıları da salamlayırıq. Artıq bir aydan çoxdur ki, Lyudvik Mıkırtıçyan və Alyoşa Xosrovyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə istintaqı, Yasama Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimlərinin sədrliyi ilə bu məhkəmə binasında davam etdirilir, araşdırılır. Hər iki təqsirləndirilən şəxs ədalət mühakiməsi qarşısında cavab verirlər. Bugünkü prosesdə məhkəmə üzrə sənədlər təqdim olundu. Həmin sənədlərdə də qeyd olundu ki, zərərçəkənlərin ifadələrində qeyd olundu ki, onlar 1-ci Qarabağ müharibəsi dövründə əsir götürüldükdən sonra aparıldıqları əsasən Şuşa həbsxanasında hansı işgəncələrə məruz qalıblar. Hər zərərçəkənin ifadəsi burada məhkəmə prosesində elan olundu və bundan sonra məhkəmə prosesində verilən sualları zərərçəkənlər cavablandırdılar və onlar ifadələrində bir daha təsdiqlədilər ki, 1-ci Qarabağ müharibəsində əsir götürüldükdən sonra aparıldıqları ərazilərdə onlara çoxsaylı işgəncələr veriblər və həmin işgəncə prosesində də həm Lyudvik Mıkırtıçyan, həm də Alyoşa Xosrovyan iştirak ediblər. Bugünkü məhkəmə prosesində ən maraqlı məqamlardan biri o idi ki, zərərçəkənlər ifadələrini Şuşa işğaldan azad olunduqdan sonra ilkin istintaq zamanı, ibtidai istintaq zamanı məhz həmin həbsxanada veriblər. Onlar həmin məhkəmə prosesində də həmin sənədlər, şəkillər təqdim olundu, bir daha təsdiqlədilər və eyni zamanda qeyd olundu ki, zərərçəkənlər Şuşa həbsxanasına aparıldılar, onlara hansı kamerada saxlanıldıqları, hansı yerdə onlara əzab verildikləri, işgəncələr verildikləri və eyni zamanda hətta bədən orqanlarını harda onlar işgəncələr zamanı itirdiklərinə dair bütün ifadələr ardıcıllıqla məhkəmə prosesində təqdim olundu. Biz yəqin ki, sizə növbəti buraxılışda həmin görüntülərlə bağlı və eyni zamanda məhkəmə prosesində çəkilmiş həmin şəkillər, Şuşa həbsxanasında olan o görüntülərlə bağlı daha geniş ətraflı məlumatlar verməyə çalışacağıq. Qeyd edək ki, həm Alyoşa Xosrovyan, həm Lyudvik Mıkırtıçyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunurlar. Onlar əsasən Azərbaycanlılara qarşı işgəncələr verməkdə 1-ci Qarabağ müharibəsi dövründə sülh insanlıq əleyhinə törədilən cinayət əməllərində təqsirli bilinirlər. Və məhkəmə prosesi açıq keçirilir. Burada onlar sərbəst ifadələrini verirlər. Bu iş üzrə çoxsaylı zərərçəkənlər var və eyni zamanda burada kütləvi informasiya vasitələrinin nümayəndələri məhkəmə prosesini geniş şəkildə işıqlandırır. Zərərçəkənlər vəkillə də təmin olunublar. Mən qeyd etdiyim kimi növbəti prosesdə həmin görüntülərlə bağlı biz tamaşaçılara daha geniş məlumat verməyə çalışacağıq. Həmin fotoşəkillərlə, görüntülərlə. Hələlik isə Lalə, söz sizdədir. Təşəkkür edirik Südabə. Xatırladaq ki, müharibə cinayətkarlarının növbəti məhkəmə prosesi keçirilir. Prosesin gedişatı haqqında ətraflı məlumatları bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirli çatdırdı.